tamaşaçılar. Ötən günlər verilişinin deyərdim ən maraqlı buraxılışlarından birinə xoş gəlib səfalar gətirdiniz. Bəli, hörmətli tamaşaçılar. Ötən günlər verilişinin bugünkü buraxılışında Azərbaycan kinosunu Babək, Nəsimi, Bamsı Beyrək kimi monumental obrazlarla ışıqlandırmış. Tamaşaçıların yaddaşında yenilməz tarixi şəxsiyyətlərin mahir ekran təfsirçisi kimi özünə layiqli yer tutmuş. Milli kinomuzun əfsanəvi siması, dövlət mükafatı laureatı, xalq artisti Rasim Balayevin ötən günlərini vərəqləyəcəyik. Əziz qonaqlarımız, Rasim Balayev Azərbaycan tamaşaçısının ən sevdiyi aktyorlardan biridir. İfa etdiyi obrazlar, yaratdığı qəhrəmanlar Azərbaycan tarixinin, salnaməmizin əvəzsiz və unudulmayan şəxsiyyətləridir. Onun yaradıcılığına baxsaq, onun kinematografiya dünyasına baxsaz, rolun fərqi yoxdur, o böyükdür ya kiçikdir, ora can qoyur sənətkar. Və bugün biz Azərbaycan kinosunun tarix adlandırdığımız Rasim Balayev adlı səhifəsini böyük sevgi ilə vərəqləyəcəyik. Bəli, stüdyamızın çox maraqlı qonaqları var. Onlarla söhbətə başlamazdan əvvəl gəlin Rasim Balayevin həyat və yaradıcılığı haqqında qısa bir süjetə baxaq. Azərbaycan rəssamlıq tarixinə İmadəddin Nəsimini xalq rəssamı Mikayıl Abdullayev həkk etdisə, böyük qürurla deyə bilərik ki, kino tariximizə bu dahini Rasim Balayev bəxş etdi. Kino rejissor Həsən Seyidbəyli kino təcrübəsi az olan bir gəncə böyük ümidlə və inamla Nəsimi rolunu təklif edərək Azərbaycan mədəniyyət səmasına Rasim Balayev kimi parlaq günəş gətirdi. O günəş ki, şəfəqlərinə Beyrək, Babək, Səlim bəy, Cavid Əfəndi, Mirzə Fətəli kimi tarixi qəhrəmanları sığdırdı. Yox, mərdanə ölüm bizim son silahımızdır. Bu silahı bizim əlimizdən heç kəs ala bilməz. Daim öz üzərində çalışan, zəhməti və gərgin əməyi ilə Rasim Balayev ardıcıl olaraq çox fərqli janrlı filmlərə dəvət olundu. İkinci dərəcəli rollar və epizodlar belə onun simasında, səsində başqa bir dünya yaradırdı. Kinonun və geniş tamaşaçı auditoriyasının sevimli, tələb olunan simasına çevrilsə də, o heç vaxt ulduzam demədi. Səmimi, sadə və təvazökar Rasim obrazı onun yaratdığı ən real qəhrəman oldu. Araz üstə, buz üstə, kabab yanar gül. Oy məni öldürsünlər, bir ala göz qız üstə. Sovet ölkələrinin hər birində Rasim Balayev böyük pərəstişkar ordusu qazandı. Azərbaycan filmin istehsal etdiyi bir çox uğurlu filmlərlə yanaşı, Rasim Balayev Özbək film, Çeçen-İnquş film, Türkiyə, Almaniya və İran filmlərində çəkilib. O, istedadı, xarici görünüşü, peşəkarlığı ilə sərhədləri aşmağı bacardı. Мне кажется, я сумел убедить Фрунзе в своей искренней дружбе. 1976-cı ildən başlayaraq yaradıcılıq əməyinin qarşılığını müxtəlif mükafat və fəxri adlarla almağa başlayan Rasim Balayev bugün müstəqil Azərbaycanın şöhrət və şərəf ordenli xalq artistidir. Rasim Balayev sənəti ən incə nüanslarına qədər araşdıran və tamaşaçıya, dinləyiciyə böyük ehtiramla, hörmətlə yanaşan sənətkardır. Hətta sevdiyi şeirləri özü və yaxınları üçün səsləndirsə belə saatlarla mütaliə edir və çalışır. Bəlkə də düşünmədən, planlaşdırmadan o, həm də sevimli qiraətçimizə çevrildi. Lirika və şeiriyyatı sevən gənc nəsil bugün sosial şəbəkələrdə Rasim Balayevin səsləndirdiyi bədii nümunələri sevərək paylaşır. Üzünü məndən nihan etmək dilərsin, etmə gil. Gözlərim yaşın rəvan etmək dilərsin. Etmə gel. 50 ildən çox öz sənətini dərindən və dəlicəsinə, həm də təmənnasız sevmək Rasim Balayevin ən böyük uğurudur. Çox gənc yaşda
başlarından indiyə qədər milyonların sevimlisi olan Rasim Balayev. Hoş gördük sizi stüdyamızda. Rasim müəllim, çox şadıq ki, bugün sizin işığınıza toplaşmışıq. Hörmətli tamaşaçılar, verilişimizin biri-birindən dəyərli qonaqları var. Təqdimata heç birisinin ehtiyacı yoxdur, amma təqdim edəcəyik. O da bilirsiniz niyə eləyirik? Protokola Özümüz görə. zövq alırıq, həm də onları təqdim eləməkdən. Əlbəttə Belə ki, insanların bəli. əhatəsində oturmaq hər adama nəsib olan xoşbəxtlik deyil. Bəli. Bu sarıdan əziz tamaşaçılar, siz də çox şanslı və xoşbəxtsiz. Bəli. İnanın. Bizim hörmətli xalq şairimiz, hər kəsin misralarını sevə-sevə oxuduğu, əzbər bildiyi Ramiz Rövşən studiyamızdadır. Xalqımızın sevimli aktyoru Elxan Qasımov stüdyamızdadır bugün. Avazı fərqli, zəngoləsi bir dünya, muğam sənətinin incisi, əzizimiz, Respublikamızın xalq artisti Alim Qasımov. Rasim Balayevin dostu Profesör Eldar Məsimov stüdyamızdadır bugün. Növbəti qonağımız Azərbaycan televiziya dünyasına elə bir möhür vurub ki, onun adını çəkməzdən əvvəl istəyirsən tamaşalarının adını çəkəsən. Çünki bugün də sevə-sevə izlədiyimiz əsərlərdir. Respublikamızın xalq artisti, görkəmli rejissor Ramiz Həsənoğlu studiyamızdadır. Və adını çəkdikdə belə könlümüzün işıqlandığı, üzümüzün güldüyü, bizi dərin duyğulara qərq eləyən əməkdar incəsənət xadimi Baba Vəziroğlu stüdyamızdadır. Əziz qonaqlar, xoş gəlmisiniz. Çox şadıq sizi görməyə. Bugün Rasim Balayevdən danışırıq. Ürəyinizdə nə varsa açın, söyləyin, boşaldın qəlbinizi. Məncə birinci Rasim müəllim ilə özündən başlayaq. Çünki tamaşaçılar onun görünən tərəfini bilirlər, amma görünməyən tərəflərindən gəlin soruşaq. Rasim müəllim, kinostudiyaya yolunuz necə düşdü? Çünki o zamanlar kinostudiyaya işə qəbul olmaq bizim düşündüyümüz kimi asan deyildi. Valla nəsə elə orta məktəbdə oxuyanda bir ədəbiyyat müəllimimiz vardı, Nabat xanım. Rəhmətə gedib, Allah rəhmət eləsin. Deməli, o ədəbiyyat müntəxabatı vardı qabaq, bilmirəm, Bəli. indi var ya Bəli, yoxdur. Onda, məsələn, Cəfər Cabbarlını keçəndə, o ədəbiyyat müntəxabatında onun əsərləri açırdıq, deyirdik, məsələn, Aydın və yaxud Sevil, nə bilim, başqa əsərləri. Onu rol bölgüsü eləyirdik sinifdə. Hərə ifadəli oxuyurdu da, əlbəttə ki, biz aktyor dördük. Amma mən radioda çox qulaq asırdım. Ona görə o aktyorları təqlid eləyirdim. Ona görə deyəsən o məndə yaxşı alınırdı. Sonra mən tənəffüslərdə zətdə şeir deyirdim, o məktəbin radiosunda. Sonra da rəhmətli Səməndər Rzayev gəldi, dram dərnəyi yaratdı. Mən orada oynayırdım. Özdə ki, Ramiz Həsənoğlu'nun o gözəl əsəri var, Ac hərflər. Bəli. Orada mən o Yaşar Nuri'nin rolunu oynayırdım. Həsən kişi. Ha? Həsən kişi. Həsən kişi Kebapçı də Həsən. kebapçı. Onu oynayırdım. Yani komik bir rol idi belə. Və mən gəldim. O vaxt teatr enstitüsündəydilər. Orada qəbul imtahanı iyulda başlayırdı. İyulun 25'inde kurtarırdı. Sonra normal enstitülarda ayın birindən, avqustun birindən başlayırdı. Mən gəldim, mənə göndərdilər, bir təhər yol pulu zad verdilər, gəldim. Qəbul kağızını aparanda dilxor oldular. Onlar elə bilirdi ki, mən kəsiləcəm, Başqa instituta sənədlərimi verəcəm verəcəksiniz. universitetə. Onlar istəyirdi ki, mən, atam rəhmətli tarixçi idi. Mən istəyirdi, mən tarixçi olub. Nəsə olmadı. Sonra televiziyada çıxışlar zatlar eləyirdim. Ramiz Həsənoğlu da təzə gəlmişdi televizora. Biz bir yerdə o çağırırdı, telefonda bir şeirlər zatlar oxuyurdum. Buna zəng eləyirdilər. O vaxt əl telefonu yox idi. Telefonla zəng eləyirdilər. Oğluma baxırsan zat. Onlardan sonra biraz fərəhləndilər ki, bu televiziyada çıxış eləyir. Yəni televiziya hər adamı buraxmırdılar axı o vaxt. İndiki kimi deyir.
O vaxtı şeydir, indi açıq qapıdır. Buyur, gəl, belə. Belə. Sonra mən azdramada işləmək istədim. Dedilər ki, yer yoxdur, səni kütləvi səhnələrə götürə bilərik. Ştat yoxdur. Mən rəhmətli Rahib Hüseynov, rektor. İncəsənət O Universitetində mənim vaxt görüb. rollarımı görmüşdü. Dedi ki, o vaxt təyinat vardı, indi yoxdur. Məsələn, cürbəcür teatrlara göndərirdilər, Naxçıvana göndərirdilər, Yerevan teatrına göndərirdilər və yaxud Sumqayıt teatrına. Mənə dedi ki, sən qal burada, sənə dərs verəcəm asistent kimi. Bir də tədris teatrında orada çalışardı. Bəli, orada bir neçə tamaşa oynadıq və gördüm ki, yox, bu nəsə ürəyimdəndir. İstədim, qayıdıb gedəm Ağsuda klubda işləyəm. Çünki gördüm ki, biraz çətinliyim vardı. Atam rəhmətə getdi. Mənə kömək olmadı. Sonra kvartirant qalırdım bir erməninin evində. Gör nətər idi ki, erməni mənə kvartirant verirdi. O vaxtlar elə idi. Hədə belədir. Nəsə, dedim ki, yox, mən burada işim alınmadı. Eşitdim ki, kinostudiyada ştat açırlar, aktyor ştatı. Mən gəldim ora və Dilarə xanım vardı orada, Addel Kadr, kadrlar şöbəsi. O məni tədris teatrındakı tamaşalarımı görmüşdü. O təqdim elədi, Ədil İskəndərov rəhmətli mənə qəbul elədi. Baxdı belə altdan yuxarı, mən Mehdi Məmmədovun kursunu qutarmışam. Necə dəqiq eləyirik, fikir verirsiniz. Sonra dedi ki, sən axı hansı filmdə çəkilmisən? Dedim, hələ mən çəkilməmişəm. Dedi, qada, biz bura hazır aktyorları götürürük. Bax, Məlik Dadaşov, Şahmar Ələkbərov, Leyla Bədirbəyli. Dedim, yox, Həsən Məmmədov. Dedim, yox, mən çəkilməmişəm. Sonra belə baxdı, nəsə Dilarə xanım ona demişdi ki, bu pis aktyor deyir belə. Dedi ki, qada, mən səni götürürəm işə. Amma belə danışaq. Bir ildən sonra sən çəkildin, bir ildə çəkildin. Çəkilmədin, sən özün ərzə yat, çıx get. Mən day səni çağırmayayım. Dedim, yaxşı, oldu. Nəsə belə getdim, çox qəribədir. 3 qərənfil filmi çəkilirdi. Və Azərbaycan kino tarixində hələ elə olmayıb ki, kino bağlansın. Kino konservasiya olub. Yəni, müəyyən çəkiliş dayanıb, bir 2-3 ay o yana atıblar. Amma film buraxılsın və bağlansın, dedim, mən də orada deməli, Müslüm Maqamayev başrol oynayacaqdı. Qızı da bilmirəm kim oynayacaqdı və Oktay adlı bir obraz vardı. Bu bir söz, bir növ Bəxtiyar filmində Rəşid Behbudovu nə cür şey eləmişdilərsə, bu Müslüm Maqamayevin də belə bir filmdə çəkmək istəydilər. Sonra dedilər ki, nəsə Müslüm Maqamayevlə Arif Babayev rejissorun söhbəti düz gəlməyib və filmi bağladılar. Sizin də rolunuz Mən batdı. dilxor oldum, mən axı kişi mənə deyib bir ildən sonra. Nə qədər vaxt keçmişdi artıq? Artıq 3-4 ay keçmişdi. keçmişdi. Dedim, vay, mən axı batdım, mən bir il, axı mənə kişi sırok qoyub, mən bir il. Sonra belə oldu ki, orada rəhmətli Rasim İsmailov məni 3 qərənfil filmində sınaq çəkilişlərimi eləmişdi. Və Seyidbəyli və İsa Hüseynov məni, bu Nəsimin senarisini işləyəndə, məni televiziyada şeir deyən görüblər. Mən nəsə, orada çağırdılar məni,
Mən də xəstəxanada yatırdım. Nəsə çox uzun söhbətdən sonra məni təsdiq elədilər və mən belə Nəsimiyə çəkildim. Sonra gəldim, durdum kinostudiyanın dəhlizində. Ədil İskəndərov oradan çıxanda hamı gizlənirdi. Bilirsən niyə? O koridorda boş gəzən adamı görürdü, deyirdi ki, qadın sən gedər röyat çıx, sən işin gücün yoxdur, avara gəzirsən. Amma mən çıxdım bunun qabağına ki, görüm bu, mən axı filmi görməmişdim, burada göstərmişlər, mən Lənkəranda idim. Film, biri vardı onun filminə çəkilirdi. Gəldim, indi bunun gözünə görükmək istəyirəm ki, mənə görsün, görüm nə deyəcək. Birdən gəldi belə, salam verdi, keçdi, birdən gördü. Qada, sən, gəl səni bir öpüm, belə. Deyirəm ki, Ədiz Aziz, mən qaldım. Sən qaldın sən. Ondan sonra qaldım. Qaldı. Rasim müəllim, siz indi söhbətinizdə Nəsimidən də danışdınız. Təbii bu bizim hamımızın bir xalq olaraq sevdiyimiz, tanıdığımız məşhur obrazlarınızdır. Amma o qədər maraqlı digər rollarınız var. Proqram içində biz danışacağıq başqa rollarınızdan da. Amma madam ki Nəsiminin adını çəkdiniz, Babəkin adını çəkirik biz sizi adınız gələndə və burada çox maraqlı bir detal var. Heç birimiz Nəsimi görməmişik, heç birimiz Babəki görməmişik. Amma Rasim müəllim elə bir kult qəhrəman obrazı yaradıb ki, bugün Nəsiminin adı çəkiləndə gəlir həmin obraz dayanır göz qabağına. Babəkdən danışanda həmin o Rasim Balayev gəlir göz qabağına. Eləcə də Cavid Ömrü filmindən danışsaq və digər Sübhün Səfirindən danışsaq. Siz Nəsimi filminə dəvətdən dediniz. Nəsimi filmi sizin taliyinizi müəyyənləşdirdi. Hə, o bilirsiniz ona qədər məni çəkmirdilər. Deyirdilər ki, sən fotogenisini döyürsən. Çox maraqlıdır. Mən də Niyə? Getirdim, baxırdım. bilirsən orada çıxışda şeydə, yəni filmə çəkilən adamların əvvəl foto sınağı olurdu. Fotodan keçənlər kino sınağı olurdu. Mən fotodan keçmirdim. Mən bilməm, işığı nətər qururdularsa belə əyrim-üyrüm görükürdüm belə. Sonra... Amma necə absurd Heç bəlk kino sınağına kino sınağına bir dənə o 3 qərənfilə düşdüm, o da bağladılar. Bəli. Amma Sonra qaldım belə, yəni ondan sonra Nəsimiyə çəkiləndən sonra deməli, həm burada, həm Orta Asiyada, həm nə bilim Moskvada, Studiya Gorki'də çəkilmişəm. açıldı qapılar sizə hər yerə. Və Asetiyada, Çeçenistanda, nə bilim belə də məni sınaqsız dəvət edirdilər və çəkirdilər. Yəni Nəsimi bir yaşıl işıq yandırdı. Oldu fotoqraf işini. Bəli. Əlbəttə ki, bu obraz, Nəsimi obrazı sizin taliyinizi müəyyənləşdirməklə bərabər sizin ilk böyük uğurunuz oldu və Azərbaycan kinosuna da böyük nailiyyət gətirdiniz bundan. Gəlin izləyək sizin o gözəl, möhtəşəm yaratdığınız obrazları. Bədbəxt, sənin gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə saralar. Əlin qurusun, parmaqların çürüsün. Ey donuz oğlu donuz, heç donuz da öküz ox atar.
Ey dəli Ozan! Sən hardan gəlib çıxdın? Sən kimsən ki, mənə belə-belə sözlər söyləyirsən? İgidlərə qurban olasan, ox ata bilmirsən, başını başlara qoşursan. Heç yayı da elə çəkərlər? Al bu yayı, görüm necə çəkirsən. Çəkə bilməsən, səni öldürəcəm. Taz yerdə torağa yatmağa yaxşıdır. Hey dəli Ozan, bəri gəl. Al bu yayı at. Eyrəyin yayını. Yiğitlər, sizin eşkinizə yayı çəkib ox atıram. Ben sana çok demiştim. Sense az eşittin. Bana çok şey irad tutmak olardı. Çünkü ben Tulul'da zeytinyağı satan bir kişinin oğluydum. Ama sen Babək'in oğluydun. İndi benim oğlum yoktu. Sen benim belimden gelmemişsin. Ata, benim ölümüm benim için son silahtı. Bu silah dünyaya mert gelip mert gidenlerin son silahıdır. Sense buna layık olmadın. Yok ol. Yok ol ki gözüm bir de seni görmesin. Öldürme ata. Geçti. Ölümü de bana çok gördün. Sonra baxarkən İstəyirəm onları bilsin. Yaxşı replikalar Deməli, qəşəng verdi. söhbətləri elədiniz bizə. Tamaşaçılar onu Yox, eşitmədi. siz bəzən mənə deyirlər ki, kadr arxasında nələr olub. Deməli, o vaxtı Şəfiqə Məmmədova da çəkilirdi filmdə Burla Xatuna. Burla Xatuna. Deməli, onlar yığışıb baxırdılar, biz də çəkilirik də belə. Yəni, onların növbəsidir. Bu gəldim, birincisi bu söz ki, Əli Haqverdiyev yalancıq oynayır. Yəni, üzdən o belə pis adam oxşayırdı. Amma o qədər gözəl ürəyi vardı. Çox gözəl insan idi. Həm opera müğənnisi idi, həm rəssam idi. O nəsə üz cizgilərinə görə Amma onu gözəl yalançığa seçmişlər çəkiblər. aktyoru. Bir dəfə rəhmətli ilə görüşdük. Dedi ki, Rasim müəllim, mən nahaq çəkildim. Deyirəm, niyə? Deyir ki, yoldaşımla gedirdim o gün. Uşaqlar düşüb dalımca deyir, ay donuz oğlu, donuz gəldi. Bunu yerde ağırlıqlar. Bəs o Həm də oxatanda nə olmuş? Dədə Qorqudda bir deməli orada ox atan yerdə bu yığışıb baxırlar da bu Şəfiqə Məmmədova, ondan Heyət. sonra başqa aktyorlar. Mən birində, bilməm neçənci dubldür, bir dublə çəkmirlər. Bir dənə şey elədim, oxun da ucunda dəmir vardı, şiş. Belə attım, getdi, uçdu, getdi, dəydi Şəfiqə Məmmədovanın qoluna. Ay, belə elədi, qan götürdü qolun dadın. Ya bunu qayıtdı ki, sən mənə qəsdən vurdun. Deyirəm, mən o ənəm fikir etdim. Mən ora atırdım, gəldi dəydi. Bax, bu məşhur sevdiyimiz filmlərin görün kadr arxasında nələr baş Nələr verir. baş verir. Əsas budur. Ramiz müəllim, xoş gördük sizi. Bizim əziz qonaqlarımızdan biri. Ramiz müəllim, düzdür, indi söhbətimizin artıq elə bir məqamıdır ki, bilirsiniz, bir var Azərbaycan tamaşaçısının tanıdığı Rasim Balayev, bir var o dostların, çox sıx bir çevrənin tanıdığı Rasim Balayev. Həm o Rasim Balayevdan danışın bizə, həm də bir məsələ var da. Rasim müəllim deyir ki, 40 yaşıma qədər yavaş-yavaş illərin necə keçdiyini hiss edirdim. Amma 40 yaşından sonra artıq ömrün uçduğunu başa düşdüm. Yəni bu illəri biz müqayisə etsək, siz cavanlığınızdan tanıyırsınız Rasim müəllimi. Onun həmin o 40 ilə qədərki dövrü, sonraki həyatı
mən sizə deyim ki, bu zarafat üstündə davam eləməyəm. Mən də zarafatla qutararam. Ancaq ki, bir Rasimlə bağlı bir şey ciddi deyim ki, burada oturanlar biz hamımız, hətta bizdən xeyli cavan baba da. Çünki baba yaşını qabaqlamış adamdır. Biz hamımız Azərbaycanın ikinci intibahının son beşikləriyik. Biz o intibahın, yəni 60-cı, 70-ci və 80-cilərin əvvəli Azərbaycan mədəniyyətinin intibah dövrüdür. Musiqisi, ədəbiyyatı, teatrı və kinosu. Son intibahının sözə baxın. Əslində ikinci intibahdır. Mən inanıram ki, son deyil. Allah qoysa olacaqdır. Amma bu intibah dövrü ikinci intibah. Birinci intibah əslində əvvəlində idi. Var olun Ramiz müəllim. Gəlin bir alqışlayaq Ramiz müəllimi və onun həmkarlarını. Və siz bir şey Rasimlə bağlı mən bunu deməliyəm. Bir şeyi təsəvvür edin ki, intibah dövrüdür. Necə parlaq filmlər çəkilirdi. Mən qoyuram qırağa ədəbiyyatı, musiqini, nələr vardı. Amma nə cür filmlər çəkilirdi və nə cür debütlər olurdu. Deməli, təsəvvür edin ki, ilk dəfə idi ki, bütün, sizə deyim, 60-cı, 70-ci illər bütün dünyada mədəniyyətin intibah dövrü sayılır. Və belə bir vaxtda Rasim və nə qədər rejissorlar və bunların da mərkəzində Həsən Silbər həm kinotifanın sədri idi, həm də çox belə möhtəşəm adam, güclü adam idi. Baxmayın, üzdən çox sakit adam idi. Deməli, və Nəsimi filmi. Mən elə bilirəm ki, dünyadan gedənlərin də deməli, hamısının ruhu mənlə razılaşar. Azərbaycan kinosunda Nəsimi filmindən daha parlaq debüt olmayıb. Yəni bir adam gecə yatsın və səhər, deyirlər, gecə yatdı, səhər məşhur oyandı. Bu adamdır. Deməli, bu fotogenişli olmayan adam çevrildi xalqın sevimlisinə, bütün hamısının. Və ikinci, bunun xoşbəxt tərəfidir. İkinci tərəfi, deməli, şair üçün də, aktör üçün də, rejissor üçün də birinci iş çox dəhşətli, böyük uğuru qazananda bunun həm də bir sonra bir travması yox. İkincisi belə olacaqmı? Yəni insanın içində bir balaca xof əmələ gəlir. Olacaq. Hamı da bundan gözləyir ki, daha yaxşısın. Daha yaxşı da mümkün deyil də. Yəni mahiyyət etibarı ilə ona görə çox vaxt belə bir məşhur ifadə var ki, şair, aktör ikinci rolundan başlayır. Yəni birinci rol ola bilər ki, uğurlu olsun, birinci rol şedevr olsun, sonra gəlməsin. Rasim deməli bir-birinin ardınca oynadı rolları. Və Rasim çox rəngbərəng rollar oynayıb, rəngərəng rollar oynayıb. Babəki oldu ikinci. Babəki oynadı. Yox, başqa rollar çox. Rasimin rolları çox adamların yadında deyil. Filmlər, eyni səviyyədə deyirək filmlər hamısı. Rasimin rolları, Rasim fasiləsiz işləyib də. Amma Nəsimi elə bil ki, Rasimin birinci, deməli, böyük rolu idi və millət deyir Nəsimini Rasimdən tanıdı. Sonra Babəki, mən sizə deyim, hətta o filmlərlə bağlı, Rasim, indi hələ qoyuram səviyyəni qırağa. O maçlarda film çəkmək indi qeyri-mümkündür. O vaxt Sovet kinosunda belə ki, 1 milyona da başa gələrdi o film. İndi o filmi 10 milyona baş çəkənməz ki, o boyda kütləvi səhnələr, o vaxt siz ordudan istifadə eləmək, Amerikan westernlərlə yan-yana qoy, tutaq ki, Babəki, təxmin elə bir həmin maştabdır da, yəni maştabı deyirəm, sənəti qoyuram qırağa. Və nəyə deyirəm, yəni Rasim bu mənada deməli, çox böyük işlər gördü və doğrudan da böyük sənətkardır və indi bugünəcən də sevilir. Mən sizə deyim ki, cavan vaxtı, deməli, biz 70-lerin əvvəlində çayxanası olanda eləyəndə, çıxanda, nə bilim, metronun zanın qabağına çıxanda, biz də cavan idik axı, hamı iddialı. Rasimlə deməli dayanmaq biraz kədərli idi, çünki keçən hamısı buna baxırdı. Və deməli Rasimin, yəqin yenə danışacağıq, dostlar istəmə çox vaxt alam, amma Nəsimi ömür boyu Rasimlə olubdur da o rol. Və o rolun bir epizodun alimin icazəsi ilə deyəcəm. Deməli, Türkiyədəyik, bildin nə deyəcəm? Türkiyədəyik, mən bunu söhbətimin sonu zarafatla qurtarmasıyım. Türkiyədəyik, Azərbaycan mədəniyyəti günləri. Əvvəl təntənəli yerindəyim. Azərbaycan mədəniyyəti günlərinə getmişik. Deməli, çıxdıq, İstanbuldaydıq da, düşdük, gördük, bizi qarşılayırlar, əllərində Rasim Balayev durublar.
Çeçenlər. Hə, bunu deyək. Çünki bunu sonra zarafat sonra deyərəm. Hə, Çeçenlər deməli, bizi apardılar. bunun deməli Rasimin deməli xəstələri. O Çeçen diasporası, orada hamısı qəhrəman adamlar, iyi də olanlar. Deməli bir başında Rasim oturdu. Deməli bizim dəstəni. Limuzin zad maşını. Limuzin, sənin limuzində biz Mercedesdə hələmiz bir maşında getdik və bu belə bunun təntənəli hissəsidir. Deməli sonra bu Zəlimxan rəhmətli, Zəlimxan Yaqub. Bu da istəyir ki, bir gödək salsın, dəri kurtkada. Yoldaşına. Hə, yoldaş. Elə kimə gəlir, deyir ki, necə siz biraz burada yaxşı dəri harda olar, yaxşı gödək. Bunu çox adamdan soruşu verir. Axırda demək, kimlərə də bir başına işləyini deyir, nəsə deyir. Axırda gəlib, deməli, alimə ki... Deyir ki, sən dünyada çox olmuşsan. Sən çox dünyanı gəzmişsən, çox olmuşsan. Sən bilərsən, bu yaxşı dəri gödəksə qiymətli də yaxşı, harada olar. Necə olar, alim qayıdır ki, sən onu məndən soruşma, Rasimdən soruş, onu bir dəfə soyublar, dərli qiyməti var. Xətti davam eləmək üçün mən Rasimdən xahiş edəcəm, bir epizod danışsın öz həyatından. Deməli, artıq son illərin hadisəsidir. Səhv eləmişdim, Şamaxı rayonundadır, ya Ağsudadır. Şamaxıda. Hə? Bizi çağırmışdılar, deməli, şəklimiz də var. Anar Rızayeva maşında getdik, mən idim, Anar müəllim idi, bir də Qabil İmanverdiyev. Getdik, Nəsiminin heykəlinin açılışı idi. Getdik, nəsə, ora çıxanda gördüm ki, hamı pencəkdədir, mən də kurtkadayam. Dedim, yaxşıdır da, prezident orada durub, kostyumda, mən kurtkada çıxım. Kurtkanı çıxartdım ki, kimə verim, gördüm, hamı ministerdir. Hamı nazirlər. İndi mən kimə verim onu, deyim, bunu saxla, mən gedirəm ora. Təzədən geyindi. Ay Allah. Getdim. Rasim mənim aləmdir. Cənab İlham Əliyevin yanına dedim ki, Cənab Prezident, mən biraz xəstəyəm, xısanla bağışda mı? Dedi, ay, yoxdur. Sonra mənə qayıtdı ki, Rasim müəllim, sən Jivoy Nəsimisən daha sən. Bu heykəl necədir? Belə mən də baxdım. Bu rəssamlar da, bu Fərhad Xəlilovun rəssamlarıdır. Bunu heykəltaraşları düzəldirlər bunu. İndi prezidentin razılığın gözləyirlər ki, bunlar qanararı alsınlar, pul alsınlar. Bu, məsələn, desə ki, pisdir, batdı da bunlar. Desə ki, yaxşıdır, artıq gedib pullarını ala bilərlər. Dedim ki, Cənab Prezident, çox yaxşıdır, amma deyəndə belə baxdım, gördüm, bunlar ağardı. Nə amma yer. Dedim ki, valla, belə bir söz, onu fikirləşmədim, o Allah göndərdi. Dedim ki, Cənab Prezident, film zat da çəkilmir. Elə yaxşı pul versələr mənə, səhər gəlib duraram burada, axşama kimi. O da bəkdən güldü. Bu adamlar dedi ki, elə bildilər, mən anekdotla danışmışam. Güldü belə, ürəkdən güldü. Dedi ki, yəni, o sözlə də çatdırdım ki, kino çəkilmir. Bəli. Biraz daha belə. Elə buyurun, bu mövzunu sizdən davam edək. Nə gözəl. Təzə başlamışdı. Deməli, Azərbaycan televiziyasını gəlməyə, şeirlər deməyə və bayaq da dedi ki, Həsən Seyidbəyli görmüşdü və ondan sonra ola bilsin ki, yəni ondan sonra diqqəti cəlb eləmişdi. Bu Nəsimi üçün bunu nəzərdə tutmuşdular falan. Amma mən deməli, onlardan əvvəl tanıyırdım Rasimi. Çünki tələbə idilər, mən də özüm də institutda oxuyurdum və deməli, bunlar gəlirdilər, şeir oxuyurdular. Sən də təzə gəlmişdin, elə bir... Həmən də eyni vaxtlar var. Və biz birimizlə çox yaxın idik. Yaxın idik və zarafatlarımız falanımız. Və bunların da bir şakəri vardı. Bunların kursu çox gözəl kursuydu. Ələbbas Qədirov.
Mikail Mirzə, Rasim, görün necə ulduzlar, Bəli, bəli. sonranın ulduzları Hamısı oldu. gözəl falan. sənətkarlar. Və bunların da gözəl müəllimləri vardı. Mehdi Məmmədov, Muxlis Gənizadə bunların deməli səhnə danışığı müəllimi falan. Və bunların öz aralarında bir şakirləri var idi. Yeri düşəndə bunlar başlayırdılar müəllimlərini yamçılamağa. Və təkcə müəllimlərini yox, eyni zamanda deməli məşhur aktyorları, məsələn Xoruz Baba var idi. Bəli, bəli. Mən eşitdiyimə görə, bilmirəm Rasim, bu anekdotdur ya yox. Eşitdiyimə görə o Xoruz Babanı axtarıblar, radiodan tapıyıblar. Biliblər ki, sən onu yamçılaya bilirsən, çağırıblar, sən onu oxumusan və o elə də keçib gedib. Düzdür? O Tık-Tık xanımı. Hadi, düzdür? Hə. O vaxtlar verilişlər əsasən canlı çıxırdı efirə. Böyle. Və deməli, verilişlərin arasında bir pavilyon Yazı var idi. yox idi. Yazı yok. Bir pavilyon var idi. Videozapis demək olar ki, yox idi. Nadir hallarda hələ öyle ibtidai formadaydı videozapis. Çox zaman qaçırdıq. Canlı vermək daha rahat idi. Hə. Deməli, bu hər kənardan bir yarpaq verilişin növbəti deməli canlı efirə gedən vaxtıdır. Verilişdə də kimdir? Rasim Balayevdir, cavan oğlandı. Əlapas Qədirovdur, cavan oğlandı. Əli Zeynalovdur bunların yanında. Allah Və deməli, o da elə bir dövrdür ki, Mehdi Məmmədov teatrda canlı meyti qoyub. Və rol bölgüsündə Protasov rolunu deməli Mehdi müəllimlə Əli Zeynalov oynayırlar. Premyeraya da deməli bu deməli özü çıxıb. Adətən yəni rejissor dublör olanda çalışır, yəni obrisi aktyoru buraxsa, sonra özü çıxır ikinci tamaşa. Bu özü çıxıb. Bu Əli müəllimə o qədər yaxşı təsir eləməyib falan. İndi bunlar öz aralarında oyun qurublar. Və deməli bu hadisəni deməli reportaj kimi müsahibə verirlər hansısa bir kanala. Biz də bunu deməli məşq vaxtı bunu eşidirik. Əli müəllim qıraqda da eşitmir. Və Rasim deməli burada Mehdi müəllimin yerinə deməli rol bölgüsü haqqında fikir yürütdü. Mehdi müəllimin səsi ilə. Biz öldük daha gülməkdən. İndi artıq gəlmişik verilişin vaxtıdır. Məşqdən çıxmışıq canlı verilişə. Bizdən də əvvəl 5 dəqiqəlik deməli bir lent gedir. O lentdən sonra biz çıxırıq efirə, işığı zad dəyişirlər falan. Elə oldu ki, hətta bir vaxt daha da çox oldu. Bir 10 dəqiqə vaxtımız var efirə çıxmağa, amma yəni hələ hamı hazırlıq. Mən yaxınlaşdım Rasimə, dedim ki, Mehdi müəllim, rol bölgüsü haqqında Живой Trup'da nə deyə bilərsiniz? Yox, o vaxtda özdə o Protasovu oynayanda tamaşa 11-də qutarırdı. Amma bu Əli Zeynalov oyunda saat 10-da. Çünki o çox fikrə gedirdi daha belə. Dedi ki, bilirsiniz, mən canlı meyitdə mən canlını oynayıram, amma Əli Zeynalov yox, daha doğrusu Əli Zeynalov canlını oynayır. Amma mən Meydi. Elə zarafatlar idi. İndi baxın da. İndi məğzi var. Sonra üzr istəyirəm. Əli Zeynalov eşitdi və qaqqanaq çəkdi, güldü. Özü o güləyan aktyoru. Güləyan aktyor indi dayanmır. Saxlamaq olmurdu onu. Dayana bilmir. Bu gülür, özdəki gözlərindən yaş axır, ürəyindən də hamısı. Gözlərindən yaş axır. Mən də artıq bir dəqiqə qalıb efirə. Bu sakit ola bilmir də. Pulta orada çıxmışam pulta. Rejissor bayağı bizden qışdırdığı kimi qışqırıb. Əli müəllim yığışdırın özünüzü, efirə çıxırıq falan o yan bu yan. Neyse efirə çıxdıq, amma axıracan Əli müəllim gözünə gəlib bilmədi. Sonra gülə-gülə də getdi. Mehdi Məmmədov bizə dərs deyəndə, Allah rəhmət eləsin, çox böyük sənətkar idi. Deyirdi ki, aktyor sənət haqqında deyir. Aktyor sənəti sonsuz bir fəzaya bənzəyir ki, bunun fəth olunması, bunun periadelet olunması hər bir kəsə nəsib olmur. Əgər olursa, bu böyük sənətdir. Yani Rasim Balayev'in hörmətli tamaşaçılar görürsünüz, aktörlükdən əlavə necə məziyyətləri də ortaya çıxır və hələ getdikcə veriliş Və mən bir boyu şey da deyim sizə. çıxacaq.
bizim bugün bax bu veriliş vasitəsilə insanlarımız Rasim Balayev'i tamam başqa cür tanıdılar. Mən bunu rahat deyə bilirəm. Bəli, bu tərəfini Vallahi. bilmirdilər. Nə gözəl ki bunu Belə etdik. veriliş başlayandan nə qədər keçib Hə. bilmirəm. Bir saata yaxın ya Tamam, 40 dəqiqədə başqa bir bilmirəm. Rasim Balayev Amma göstərdi. tamam başqa tərəfdən Mən istəyirəm bir göstərib. tragikomik rol oynayam, yazmırlar da bax. Ya. Olacaq, Amma söz biz verdir. Hafiz komik müəllim. rola çəkdi sizi Ramiz müəllim. Ac hərflərdə. Onlarda maşallah oynamışsan, amma hər şey elə irəlidədir. Hə, hələ indən sonra əlbəttə ki, Tragikomik. tragikomik istəyir də. Hə, inşallah, inşallah. Və Elxan müəllim, nə qədər ki elə biz o dövrlərdəyik, sizlə davam edək. Mən birinci verilişdir ki, Bəli. bizim neçə dəfələrlə sizlə oluram. Birinci verilişdir ki, biraz ümumiyyətlə bir şey yadımdan çıxdı. Mən bilsəydim götürərdim. Bir dənə üzərlik götürülməli idi. Bura, ora qoyulmalıdır çünki bu insanlara göz dəyməsin. Düz deyirəm, əziz Bir mənim. maşallah deyək. Bəli. Deyək Bunlar yetər. Azərbaycanın hələ hay-hayımız gedib vay-vayımız qalır. Düzdür. Nə izlədikdir? Düz əvvəli lazım belə. Vallahi, hay hayınız da vay vayınız da yerindədir. Heç Deməli- narahat olmayın. Burada orijinal danışmaq istəmirəm. Mən ancaq Rasimlə uşaqlıq vaxtından tamam, düzdür, mən biraz yaşda böyüyəm, sənətə də tez gəlmişəm. Bizim dostluğumuz çoxdandır. Yəni ki, Nəsimi filmi çəkiləndən Rasimlə biz bir yerdə. Yox, institutda düzdür, siz bizi saymırdınız. Deyəsən elə olub ha, razılaşırsınız. Yox, bu dördüncü kurs oxuydu, mən birinci. Bunlar bizə belə salaqa kimi baxırdılar. Demək, Rasim müəllim, bunlar artıq xalq artistləri idi də ona görə. Yox, bunlar hazır aktyor idi. Rasimin öz zapisləri var, o bizim haqqımızda kursumuz da böyük kursudur. Və biz bir dənə filmdə çəkildi Rasim. Nəsimi filmi qurtaran kimi bir qısa metrajlı bir filmdə Lənkəranda çəkilirik. Mən orada ikinci rejissordum. Birdən orada sənət adamları hamısı bilir. Ağalı Dadaşov rəhmətə getdi. Həmin çəkiliş vaxtı mənə tez dedilər ki, get Bakıdan Şıxzamanova əvəzinə gətir. O nə? Gəldim studiya Ədil müəllim belədir. Ədil müəllim dedi, qadam bu saat təşkil eləyərik. O gələr bura. Bu vaxt Nəsimi filmi göstərilir kinostudiyanın böyük salında. Böyük zalında. Həmişə. Hələ heç yerə getməyib. Rasimin xəbəri yoxdur. Biz də orada gecə-gündüz cavan oğlanlarıq ki, o çəkilirik. Axşamlar istirahət eləyirik. Gəldik sala oturdu. Mən də Rasimlə indi aralanmışam da bir neçə saat qabaq. O yeri ki gəldi, mən o yeri deyəndə həmişə tüküm biz olur, özümə aid. Özümə aiddir, bunu sizə deyək. O Osmanlı çetvertəbat dörd yerə bölürlər. Ey müsəlmanlar. Bugün ol yar, pünhan. Yar, pünhan ayrı bu yaxşı deyir də dünyada şeir demək olmaz. Necə Ağadaş sənin yanında oxumadı, alimin yanında. Dedim, mən mikrofon götürməyəcəm, bir yerdə olmuşduq. Deməli, Rasim onu nə tərdirsə, bir görüm gözümdən yaş gəlir. O səsinin o bir tonalnisti var, həmin filmin yerində. Ağlamayım, neynəyim, biraz ağlamayımı uzadır başqa cür. Otduq maşına, gəldik saat Şıxzamanovla bura, təsir altındayım. Girdim içəri, birinci sözüm nə oldu? Nə dedim? Sən getdin Dedim, sən getdin Bu belə qaldı. Dedim, sən getdin razı. Bu nədir? Böyük çıxmasın, amma biz dostluq hər gün bir yerdəyik, sağlıq deyirik, söz deyirik. Qayıtdık. Ha, sən məni ağlatdın. Mən sən gündə görürsən, məni ekrandan ağlatdın. Mən özüm aktyor, rejissor. Oradan ağlatdın məni, belə, adı da belə yaxşı deyil. Həmin filmdən sonra təsadüf nəticəsində mən bu sözlər işlədir, mən də işlədim. Salaqa, Həsən Seyidbəyli gedə bilmədi. İlk tamaşanı göstərməyə Nəsimini Şamaxıya, Sahilovun yanına. Mən, Rasim, bir nəfər, yenə bir nəfər deyim də ona. Bir nəfər, bir də Yusuf Vəli. Yusuf Vəli, bir nəfər bilir. Bir nəfər getdik ora. Şamaxıda bu alınmadı, ya göstərmədik.
zəng elədi ki, mən bunu Ağsuya aparım. Oradan dedilər ki, Bakıdan Seyidbəli icazə. Gəldik Ağsuya 9 may. Bəli. Qələbə bayramı. Dedilər ki, katib məşğuldur. Məndə də biraz o barədə açıq saçığam artıq 10 ildir səhnədə, ekranda azaddır. Qapını açdım, girdim, Vasmam olar, biz kinostudiyadan gəlmişik, Nəsimi filmin gəl. Bu səsilə. O da Nardaranlı balası, katib, çox ciddi bir adamıdır. Amma köfəhli idi, dünyanı biləndir. Dedi, gəlin içəri. 9 nəfər olar, büro üzvləri, bir də biz neçə nəfər oturduq. Şu əvvəl çörək yeyək, sonra dedim, yox, görüş var axı. Dedi, görüşə tapşırdım, yığışacaqlar. Biz yedik, içdik, biraz içki. Muxtar Maniyev, rəhmətli yadımdan, Muxtar, bir şey. Gəldik, çıxdım, mən aparmalıyam da, təqdim eləməliyəm. Katib də gəldi birinciyə, inanın, yerdə oturmuşdular. Yerdə. Yer deyəndə birisi hamısı yerdə olur, amma arada. Böyle oturmuşlar, cəmaət zal doludur. Hələ bilmirlər ki, yerimiz çəkilib. Nəsimi filmi heç yerdə göstərməyib. Mən bunları təqdim elədim. Sonra düşdük aşağıda, yaddaşımda. Rasim Balayev oynayıb, əl çaldılar, hələ bilmirlər kimdir. Yusuf Vəliyev, Qurt Cəbrayıl deyirəm, başqa filmlərdən deyirəm. Sonra qısaca dedim, gəldik, çıxdıq. Muxtar Maniyevə qayıtdım. Və Miran Şah rolunda Muxtar Maniyev. Muxtar belə baxdı mənə, öyle ucadım qayıtdı. Sirka at çağırırsan. Zarafatımız var bizim özümüzde. Muxtar Maniyev. Muxtar Maniyev. Belə olur. Gök yaxşıdır. Zarafatımız var. Tamaşa qutardı, kino qutardı. İnanın, Avatsiyadan danışmıram vaxta görə. Əl getdi, Vasif dedi, mən sizi bıraxa bilmərəm. Buna da Rasim Balayev oldu. Bizə nə hörmət zad eləmək. Qayıtdıq, gəldik. O yerdə mən bildim ki, mən yəni öz payıma deyirəm. Burada məndən yaxşı dostlarım əyləşib, hamısı məndən yaşlı akademik professorumuz əyləşib. Mən hiss elədim, özümdə hiss eləmişim, öz filmimdə, Havaqsa, Adil İskəndərovun filmində, zətdə. Amma bu cür məhəbbət birdən-birə. Ümum xalq. İnanın. Orada biz bir yerdə gəzirdik, gələndən, orada da, sonra şəhərdə Ramiz Rövşən gözəl dedi. Onu şehirə çevirsən daha yaxşıdır. Biz Moskvada onu çaymışıq. Moskvada o şey çaymışıq ki, getmişik qurultaya, bir xanım gəldi, hamımıza baxır, mən də dilli ağızlı deyirəm, birdən baxdı mənə. Ты красивый, ты хороший, mənə deyir. Bunun ayında deyir, başlıq eləmək. Qayıtdı, ну лучше он. Ясно. Belə də oldu, elə bir. Belə bir görüşdən sonra Rasimlə bizim həm ailəvi, uşaqlarımız bir yerdə bağçaya getmək, məktəbə getmək. Amma ayaqdan çəkməklər çox olurdu. Ev veriləndə mənə də şərikli ev verdilər. Çox zamanlar üçün deyirəm şərik, Uplatniyədə. Bir nəfər. Rasim Balayevdən qisas almaq üçün paxıllıqdan. Əlbəttə. Əlbəttə. O boyda onu şöhrəti daşımaq. 5 otaqlı evdə 3-ünü Rasimə, ikisini də kinostudiyanın gözətçisinə. Gözətçi sənəti olar, amma bir Mirzə Şişiyə verdilər. Onu Ədil müəllim bacarmadı Ramiz. Ramiz alim. Ədil müəllim bacarmadı. Ona görə də 7 il orada əziyyət. Yazdılar, neçə illər orada əziyyət çəkdi. Ayağından çəkənlərin zülmü deyil, ayağında bərdən. Məni kimi. Elə çəkdi. Ona görə ayağım yaxşı. Ona görə də oradan qayıdıram biraz bu məhşət söhbəti oldu. Amma Rasim sınmadı. Yadına düşər bir gün qayıtdım. Rasim, sən biraz bəzi adamlarla qəti danışma bu kinonu səndən qabaq. Mən gəlmişəm. Adama başqa cür eləyirlər. Deyir, mən deməsəm olmaz. Bu da təzə çəkilib 2-3 filmə. Gəldi, çəkildi.
Dədə Qorqud filmində Tağızadə nəsə bundan xoşu gəlmir. O Nodarı çəkmək istəyirdi. Nodar Şaşıoğlu. Olub gedib də. Bey, hə. Çünki o uzaq sahillərdə çəkmişdi, nə bilim Falcone çəkmişdi. Nədir o? Mateo Falcone. Onu çəkmişdi, onu çəkmək istəyirdi, amma bədii sovet Qeyriyə bunu təsdiq ediblər. Hörmətli tamaşaçılara məlumdur ki, Rasim müəllim böyük şəxsiyyətlərin ekranda obrazını mahircəsinə yaradan bir aktyor kimi tanınır və Ramiz Həsənoğlu'nun Cavid Ömrü və Sübhin Səfiri filmlərində baş qəhrəmanları canlandırıb. Gəlin bu filmlərdən fraqmentlərə baxaq. İşığı yandırın. Geçin aylaşın. Ne oldu? Siz de oturun. O otağı yoklayın. Sözümə qulaq as. Monsieur Jordan'ın haqqını indidən verin. Monsieur Jordan? Sonra aləm qarışacaq. Yaddan çıxar. Kişinin pulunu verməzsiniz. Ömrüm günüm. Hansı Monsieur Jordan'ın hakkını verək? Alem niye karışsın ki? Deyirəm yoxsa məndən sonra karıxarsınız. Monsieur Jordan. Ay Fətəli, başına dönüm. Monsieur Jordan kimdir? O hakimi deyirəm də Fransızı. Monsieur Jordan? Yox. Monsieur Buffon. Monsieur Jordan hardan ağlıma geldi? Alim müəllim, gəlin bir sizlə də davam eləyək. Bayaqdan bəri bütün zarafatlara, bütün replikalara Alim müəllim belə çox özünə məxsus gülüşlə reaksiya verir. Alim müəllim. Xatırladığı çox şeylər var gülməli. Siz çox yaxınsınız Rasim müəllimlə. Hələ qızınızın toyunda o videolar var ha. Ay aman, Rasim Ramiz müəllimin Rövşənin oğlunun toyunda gözəl Baxmışıq musiqi və şeir. Valla Rasim müəllim, yəni elə sənətkar, biz Rasim müəllim o qədər doğrudan da böyük sənət yoldaşları danışdı. O qədər böyük sənətkardır ki, demək, bu o qədər sadələşir ki, adam onu eyni sadə də görmək istəmir. Həmişə deyirsən ki, Nəsimidir bu. Yəni, Nəsimi deyən kimi doğrudan da bayaq dedik, heç kim görməyib, amma hamı Rasim Balayev elə ki, doğrudan da Nəsimidir. Odur. Odur. Hələ bir dəfə bizə gedmişdik, gecədir, Allah ölünüzə rəhmət etsin. Anam bildi ki, Nəsimidir bu. Ay bala, can, qurban olum sən nətər soydular, nə qardılar, doğrudan soydular. Elə canlı, doğrudan da elə canlı bir əfsanə oldu ki, hələ bir ki, doğrudan da soydular. Yəni, Rasim müəllimin gözəl, sadə ürəyi, sadəliyi ilə yarın bizim bağlantımız, çox sənətkarlar var ki, məsələn, salam verəsən, uzaqlaşarsan. Amma Rasim müəllimdən onun sadəliyi doğrudan da o qədər gözəldir ki, heç o böyük rollar da oynamasaydı, Rasim müəllimə mənə elə gəlir ki, burada oturanlar hamıda oturardı, çay içərdi, söhbət eləyərdi. Rasim müəllimin də çox dəhşət bu stol arxasında oturmaq qabiliyyəti var. Məsələn, mən ona dözənmərəm. Mən 15 dəqiqə, yarım saat dramada öldüm mən. Amma bu kişi saatlarla oturub orada, o dostlarının ahəngin söhbətinə qarışır. Yəni, oturanlar var da, mən elə oturmamışım ona süfrə axıra. Özü də
köməkçi elementlər olur. Deyirəm də, onu mən bacarmaram. Amma o kişi, o yoldaşları bilər ki, o Nemət. necə oturur orada. Hə, siz bacarmar amma o məsələ ilə yox, köməkçi vasitələrə görə. Yox, elə dayanam mənim orada. Saatlarla oturub orada, hələ ayağının da çoxsu elə ondandır elə. Adam nə qədər oturur? Baba Adam müəllim maşallah. yaxşı bilir onu. Maşallah, maşallah. Yəni uzun ömür, can sağlığı arzulayaq ona ki, bizim belə gözəl, böyük sənətkarımız, Azərbaycanımızın, həm də bizim dostumuz. Yəni bunun üçün həmişə fəxr eləmişəm mən. Doğru, doğru. Bir də mənim demək bu bizim Fərqanə xanımın toyunda cəmi subaylar olsun, Allah xoşbaxt etsin, barları, nəvələri. Ramiz mənim də qəşək orada bir şeir dedi ki, dedi insanlar indi şeylər, o divlər şikayət edir. Divlər şikayət edir. Yəni doğrudan orada öyle bir çox gülməli bir şeir idi amma toya yaraşmıyor. Amma onu mən elə geliyor. Divlər də insan ətini yemir çünki narazılıq edir. Orada oradaydı ki, mənim onun şeydi də, divlərin ki, yadında deyil o film. Yaşar Nuri, Səyavuş, bir də Eldəniz idi, bir də ki, Səyavuş idi. Özdə ki, orada bilin ki, orada indi o vaxt biz başqaydıq, indi bizim deməmiz gülməli öz figuralarıdır. Orada bir qram başqa yastıq-mastıq yoxdur bunlardan. Mən onu yazmışdım, deməli, Tofiq İsmailov Rəhmət. Yox, İsmailov rejissor idi, Tofiq Quliyev. Deməli, gəldi ona görə deyirəm, qulaq. Deməli, o şey yazdı mı, Tofiq Quliyev'in birinci yazdığı idi. O divlərin mahnısı ki, necə deyəcəm, bunu toyda yedi. Necə dözək belə dərdə, yaşamağa qoymur bizi. Beşikdəki bəbələr də it yerinə saymır bizi. Div deyilik, oyuncağıq, dərdimizi demək olmur, adamları zahid çıxıb adamları yemək olmur. Oğluyuruq görən kimi yaban düşür, yağlı düşür. Adam var ki, yiyən kimi qarnımıza ağrı düşür. Qalınlaşıb insan gönü, ağzımızda diş qalmayıb. Hamı yer bir-birini, daha bizdə iş qalmayıb. Div deyilik, oyuncağıq, dərdimizi demək olmur. Adamların zahid çıxıb adamları yemək olmur. Mən belə bir şey deyil. Mən deməli bu şeiri toyda demişəm və mən bir şeiri çox belə sevimli bir balamızın Agünü də demişəm. Çünki mən bu şeiri orada deyirəm ki, orada yeməli adamlar dolu olsun. Yeməli olmayan adamlar. Ali müəllim, buyurun. Ramiz müəllim çox gözəl orada dedi. Hələ o həmişə o toydan neçə il keçir, bir 20 il keçir. Düşünürəm beləncə çox gözəl dildə, yəni yumurla sözünü deyib bilən adamlara. Gəl, o üçün nəsə söz verildi Rasim müəllimə. Rasim hamı çıxıb deyir ki, Ali müəllim belə oxuyur, yaxşı oğlandı, toy mübarək. Görünür ki, o da elənçi demək istəyir. Mənə qayıtdı ki, səb gəldim şeydən başladım. Gəldim belə, yəni aktyorluq sənətinin dilində, o işte olan o dahili. Görmür o zarafatlaşmaq. Gəldim, bu da demək istəyir ki, böyle də, demək, deyən, qardaş, nə ağırsan sən? Bu nə deməkdir? Sən, əməli başlı bu şeylə, gördüm Allah haqqı, o aktör ki, o səhnə arxasında ki, hazırlaşır ki, səhnəyə çıxacaq. Gördüm bunun orada başqalaşdı. Sifəti zadı dəyişdi, Allahı. Mən qopdum birinci. Mən belə şey, sözünü kəsmişəm onu, belə bir şey eləmişəm, mən onu təpinmişəm. Gördüm Allah, bunun sifəti zadı orada dəyişdi birdən dedi belə, Allahu Ekber, dedim, Allah Şirzat sən gəl bəri, aya, natin, nağara. Orada bir poz gedə-gedə bir dənə orada bir kompozisiya əmələ gəldi. Yəni mən özüm onu 1000 dəfə qulaq asmışam və ağlamışam. Tamaşaçılar çox maraqlanır yəqin ki, görüm o nə görüntüdür. Gəlin o kompozisiyanı baba burada indi göstərək biz. Xod elə, səsi xod elə. Allahu Ekber ey sənəm, üstünə heyran olmuşam. Qövs-i qüzehdir qaşların, yayına qurban olmuşam. Üzündürür cennet gülü, boyun hakikat servidir. Eşkinde mən bülbül kimi, alemde destan olmuş.
Alim müəllim, deyirsiniz haldan hala düşüb Rasim müəllim. Siz özünüz də elə onlar Elə betər olmalı. haldan hala düşmüsünüz. Bəlkə burada studiyada. Sonra biz deməli Rasimin deməli bu coşkun çıxışını görəndən sonra o biri toyda oğul toyunda biz də belə bir şey yaratdıq. Yəni Rasimdən geri qalmadan O biri söz nətərdir? O Nəsiminin bir şeiri var, o heç o filmdə getməyib. Amma orada bir söz var. Allahu Ekber. Bunu Allahu Ekber deyən kimi hamı sakitləşir. Sonra işi görürsən də. Gəlin indi belə eləyək də Rasim müəllim. Bizim üçün də nə olar? Alim müəllimlə bir yerdə ikiniz buradasınızsa. Heç korlamayacaqsınız. Alim müəllim elə gözəl alınacaq Ayrı ki. bir şey. Ayrı bir şey. Ayrı bir şey olsun. Ayrı bir şey. Tamaşaçılar da xahiş eləyir. Sizin elinizdən keçən bir ifa. O gərək O qəzəllər mən neçə il ola bilsin ki, onu bilmək. O olmasın Alim müəllim, vacib deyil olsun. Tamam başqa bir şey, kiçik bir eksprompt eləyək də Rasim müəllim. Vacib deyil onu Davam təkrarlayaq. eləsin. Onda o öz bildiyini desin, mən də öz bildiyimi. Siz öz bildiyiniz. Hə deyil olur da elə. O da ona uyğun davam eləyəcək. Aha. Fragmentə baxdıq, onu qoyduq bir tərəfə. Bitdi. Ayrı bir şey. Ayrı bir Ürəyində şey. nə keçir onu? Ayrı-ayrı qəzəl deyərik. Mən bir dənə qəzəl öyrənmişəm, bəlkə bəzən deyəcəm. Ayrı-ayrı. Mən o deyəcəm, sən mənə gəl yar isən, var ey könül yar istəmə. Üzünü məndən nihan etmək dilərsin. Etmə gil. Gözlərim yaşın rəvan etmək dilərsin. Etmə gil. Özünü məndən nihan etmək dilərsən, etmə gil. Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gil. Çünki eşqin məskənidir könlümün viranəsi. Həsrətə anı məkan etmək dilərsin. Etmə gil. Çünkü eşkin məskənidir könlümün viranəsi. Həsrətə anı məkan etmək dilərsən. Həsrətə yani məkan etmək dilərsən, etmə gel. Var ol Nəsimli. Bravo. Eşq olsun. Eşq olsun. Və gəlin daha bir qonağımız var, çağıraq. Bu qonağımız gözəl bir ifa ilə gələcək. Dədə Qorqud filminin məşhur incə belli mahnısı. Mən ondan danışım. Hə, danışın o zaman sonra dəvət Danışın, eləyək. gəlsin sonra. Dedilər ki, Beyrəyin mahnısı olacaq. Rəhmətli Emin Sabitoğlu'na dedim ki, ver özüm oxuyum da. Dedi ki, nə, yox bu. Dedim, mən belə ölü oldum ki, Yalçın qədər də oxumayacaq. Bu da qayıt ki, lapsan qudurmusan. Əlbəttə Rasim müəllim. Amma sonra Yalçın oxudu. Allah İstədiyiniz rəhmət olmadı, eləsin. amma gözəl. Yalçın, Bugün incə belli mahnısını əməkdar artist Akşın Abdullayev bizim üçün ifa eləyəcək. İncə doldum yer basmayı bir yar. İncə bellim yer basmayı bir yar. Başım baktım evim taxtı sevgilim. Başım baktım evim taxtı sevgilim. Evden çıkıp yüreğimde serbi boyum. Adam ise boylu görler ince belli. Topuğunda sarmaşanda kara saçlı. Topuğunda sarmaşanda kara saçlı.
saçlı. Evden çıkıp yürüyürəndə sərvi boyum. Adam yesə boylu günlər incəlir. Toplumunda sarmaşanda qara saçlı. Toplumunda sarmaşanda qara saçlı. Adaqlı mələyim Bravo. Bravo. Akşin Abdullayev. Bu günləri bizim Azərbaycanın incəsənətinin dahiləri buradadır. Həqiqətən burada olmaq o qədər məmnunluqdur ki mənim üçün. Çünki mən burada oturan şəxsiyyətlərin şeirləri ilə, kinoları ilə, musiqiləri ilə, yəni onlarla böyümüşəm və bu günləri onların qarşısında ifa etmək mənim üçün əvəzsiz bir hisslərdir. Onun üçün sizə və sizə çox təşəkkür edirəm. Hörmətli tamaşaçılar, verilişimiz davam eləyir və Baba müəllim sizlə davam eləyirik. Sizin də bilmirəm nə qədər dostluğunuz var. Və siz bir də ki, Bir yerdə Rasim çalışmışam. müəllimi oxudan, mahnı ifa edən ilk insansız deyəsən. Professional Buyurun, bəstəkar sizinlə var. danışmağa çox sözünüz Şeiriniz var. var. Rasim Şeiri də müəllim var, bəli. haqqında, Rasim ona müəllimə həsr olunmuş məktub. gözəl bir şeiriniz Alim var. Qasımov da çox məharətlə ifa edib o mahnını. Buyurun. Çox sağ olun. Bugünkü dəvətə görə təbii ki, gəlməyə bilməzdim. Çünki siz demişkən Rasim Balayevlə məni uzun illərin dostluğu bağlayır. İşbirliyi bağlayır. Uzun illər işləmiş və bu gün də bir yerdə çalışırıq. Doğrudan da ona görə bu verilişdə Rasim Balayevin sənətindən danışmırıq ki, təbiidir. Çünki kimə nə deyəcəyik? Kim Rasim Balayevin sənətindən hali deyil Azərbaycanda və onun sərhədlərindən kənarda. Deyəcək, milli kinomuzun brendidir. Azərbaycan milli kinosunun simvoludur, rəmzidir. Heç kimi təəccübləndirməyəcək bu sözlərlə doğrudan da. Ona görə də verilişimiz də maraqlı alınır ki, Rasim Balayevin sənəti hamıya məlumdur. Sadəcə onun şəxsiyyətinin, insanlığının müəyyən qatlarına bir işıq salırıq. Ona görə də görürsünüz necə auditoriyamızda, necə inşallah verilişdə də necə bir canlanma olacaq, hamı maraqla izləyəcək. Amma inanın ki, sırf sənətindən danışsaydıq o qədər maraqlı olmayacaqdır. Çünki hamıya gün kimi aydın olan bir sənət. Bəlli faktları təkrarlayacaqdıq. Təsəvvür edin ki, birdən bir qorxulu yuxu kimi təsəvvür edin ki, Rasim Balayev Azərbaycan kinosunda yoxdur. Görün nə cür dəhşətli bir mənzərə yaranardı. Bir insanın çatışmazlığı ilə böyük bir kino industriya, nə bilim, böyük bir incəsənət sahəsində vakuum yaranardı, boşluq yaranardı. Bu gün nədən danışardıq, Nəsimdən necə danışa bilərdik? İndi bilmirik, bəlkə doğrudan da bir normal bir aktyor oynayardı və filmdə uğurlu alına bilərdi. Amma Rasim Balayev olmayacaqdı da. Yəni, heç kimi əvəz eləmir. Bir yax, siz əziz dostumuz Ramiz Rövşənə bir sual verdiniz ki, yəni, kütlə arasında məlumdur. Rasim Balayev imici, nə bilim, nə deyim ki, bir obrazı məlumdur. Amma dostlar arasında necədir? Dostlar arasında hansı özəllikləri var ki, yəni siz bilmirsiniz, tamaşaçılar bilmir. Nədənsə Ramiz müəllim o suala cavab vermədi biraz. O sualı axırda cavab verir. O qoymaz cavab. Mən onu deyim ki, inanın ki, yəni öz fikrimdir, Ramiz müəllim fikri. Ayağı ilə o söhbəti axıra saxlamış. Mənə elə gəlir ki, mənə elə gəlir ki, Rasim Balayevin şəxsiyyətində həm də onun bütün qəhrəmanlarından hərəsindən bir cizgi var. Çox qəribədir ki, o həm Nəsimidir, həm Beyrəkdir, təkcə bircə Davud deyil. Ocağovun həm ziyarət, həm ticarətində fırıldaqçı
Ondan yoxdur. O da şeydi, mənə sərki vururdular. O filmə görə ki, sən... Bəli, bəli, heç yadımdadır. belə. Mən də Hacı İsmailovun 60 illiyində $100 verdim ona. Hə, yadımdadır. Onlar bütün günahlarını yudun. Paketdə vermədim. Dadı $100 da hədiyyə dedim ki, sən nə istəyirsən özü alarsan. Mən də o məclisdə oturanlara dedim, ay cəmaat, bax $100 qaytardım. Tarın da bu söhbət. Yəni Azərbaycan kinosu həm də Rasim Balayev şəxsiyyətini formalaşdırıb. Yəni birdən-birə Rasim Balayev bu gördüyünüz azman bir formada gəlib burada oturmayıb ki. O yavaş-yavaş formalaşıb. Necə deyirlər, məşhur bir frazada ki, bütün şəhərlər, o cümlədən Moskva birdən-birə tikilməyib. Yəni Rasim Balayev zərrə-zərrə o hər qəhrəmanından, hər o situasiyadan bir nəsə özünə götürüb, özünə əxs eləyib və bugün Rasim Balayev doğrudan da Azərbaycan sənətinin ən dəyərli incilərindən, ən parlaq ulduzlarından birinə çevrilib. Və çox qəribədir ki, bu mistikadan mən uzaq adamam, həm yaradıcılığı ilə şəxsiyyəti qəribə bir-birinə belə özünü zənginləşdirmə prosesi keçib. Yəni, o öz xarakterində olan, öz insanlıq məziyyətlərini o rollara verib və əksinə o rollar, o qəhrəmanlar, oynadığı o insanlar onun şəxsiyyətini zənginləşdirib. Yəni, bir daha deyirəm ki, inanın ki, Rasim Balayev sənət haqqında nə desək təzə deyil. Nə desək təzə deyil, mütləq təkrar olacaq. Ona görə biz arzu edirik ki, ancaq Rasim Balayev çox yaşasın, sağlam yaşasın. Amin. Yəni, biz ondan yetərli deyil. Nə qədər çox rollar oynasa, nə qədər Azərbaycan milli kinosunun o fondunu zənginləşdirən filmlər olsa belə yenə yetərli deyil. Yenə həmişə ehtiyacı var. Bir neçə il öncə, təxminən 3-4 il öncə idi yəni ki, Rasim Balayev danışmağa utanır ya, bir 25-30 illik yubileyi idi, nə idi? Bir 3-4 il öncə. Mən, təbii ki, onun dostu, böyük ustad Alim Qasımov və bəstəkar Elçin İmanov ona bilmədiyi nə hədiyyə eləyib. Bu insanın dünya malında gözü yox. Nə bilim, tərifə ehtiyacı yox. Kifayət qədər şan şöhrəti. Yəni, hər insan bu dünyada nə qazana bilərsə, hamısını qazanıb. Hörmət, sevgi, ehtiram, gözəl ailə, cəmiyyətdə öz mövqeyi. Buna nə hədiyyə eləyək? Dedik, buna bir məktub yazaq. Musiqili məktub yazaq. Təbii ki, şeirini mən yazdım. Musiqisini Elçin İmanov yazdı və böyük ustad Alim Qasımov onu ifa elədi. Bizim onun o 25 il yubileyinə hədiyyəmiz. Və siz Rasim Balayevin özünü də oxutdurmuşsunuz axı. O başqa bir söhbətin mövzusudur ki, ilk dəfə doğrudandır da onu eşitmişdi bir neçə xalq onun ifasında. Mənim oğlumun toyu deyil, sən hədiyyə elə. Bəli. Mən və bəstəkar Nazim Əhməd. Amma hədiyyə həm də sən özünə də hədiyyə elədin. Çünki biz oxumadıq ki, sən hədiyyə elə özün oxudun da onu. Bir də baxım bu dünyaya adlı gözəl bir, çox ürəkdən oxudu ki, Ağsuda xan çınarlılara deyiləsin. Özün tərifləmək olmasın, o yazıda Baba Vəziroğlu da oradaydı. Deməli, sən demə bu zapisdə, yazıda... Səs yazmada. Yox, bir də görürsən ki, bir adam bir mahnını oxuyanda xeylaq çəkir, nə bilim, deyir, burasını belə elə, burasında belə bir şeylə. Mən bir dəfəmi oxudum nəsə. Bir nəfəsə yazdım. Çünki yox, bir nəfəsə, çünki onun məsuliyyətini hiss eləmirdim oxumu. Elə belə toparladım, özümü oxudum. Dedilər, abi, bir dəfəmi oxudum mən. Yəni, o ki, kadrda adam özün toplayır, səfərbərlik eləyir. O kinodan məndə qalmışdı. Elə bir ki,
O da şeiri vermişti bana. Sonra musiqini de bana eşittirmişler. Dediğim oldu ki... Hem de ruhuma uygun bir mövzuydu. Bir de bakın bu dünyaya. Bir de bakın bu dünyaya. Ömür keçir, ki, qatar gedər. Belə də ömrün sonudur. Bir de bakın bu dünyaya. Bir daha da büyüktür. Bu nətər olacaq. Ömür keçər, qatar Mənsiz gedər. bu adamlar nə qayracaq? Rasim müəllim, biz bayaqdan danışırıq milli kinomuzda sizin ifa etdiyiniz, yaratdığınız qəhrəmanlar. Amma əcnəbi filmlərdə də sizin maraqlı rollarınız var axı. Bəli. Bəli. Gəlin biz bir baxaq. Baxaq, amma inanın mən elə filmlər var ki, özüm görməmişəm. Yəni bir 4-5 film var ki, bilirsiniz niyə? Bu SSR dağılana qədər mən çəkilirdim. Sonra SSR dağıldı, gediş-gəliş olmadı, nə bilim nə. İndi mən biraz da məndə də o inisiativa olmadı, o tembellik oldu. Amma müraciət eləsəydim, məsələn, Özbəkistanda bir neçə film var, mən özüm görməmişəm. Çəkilib gəlmişəm, amma görməmişəm. Gəlin görək hansı filmlər olacaq. Əcnəbi filmlərdəki obrazlarınızda. Ах, так. Ты здесь следишь за мной. Так. Ничего. Мы еще встретимся с тобой. Ваше превосходительство, вы главнокомандующий своих войск, я главнокомандующий своих. Давайте за этим столом будем говорить по-военному, прямо и откровенно. Я лично за мир и прогресс. Меня напрасно обвиняют в желании воевать. Идет обычное обновление бухарской армии. Меняем оружие на современное. Ведь у нас границы не только с Россией. Сильная армия сейчас необходима. Soframıza buyur Gülşen, bir kupa şarabımızı iç. Dilerim bana haram edilen senin de olmasın Mithat. Ben Allah rızası için adalet istemeye geldim. Ne zamandır hırsızları savunursun Gülşen'i? Ben seni savunmak için buradayım Mithat. Öyle mi? Çok ilginç. Tamaşaçılar daha çok bizim yerli film, milli filmlərdən izləyiblər, amma əcnəbi filmləri də izləmələri çox yerinə düşdü. Və
bir dostunuz oturup burada Eldar müəllim. Aman çox gözəl Vallahi, o Eldar müəllim də bayaqdan baxır sağına, baxır soluna, görür burada aləm. Mən çaşıb qalmışam. Ona görə deyirəm. Baxışlarını sən gör. Olmamışam. Görmüşəm televizordan və s. amma belə məclisdə Amma bu dərəcədə gözləmirdiniz, hə? Birincisi mənim qardaş kimi sevdiyim Rasim Balayev, onun da hamı tanıyır. İkinci də əgər mənə belə bir hüquq versəydilər ki, bu məclisə sən də bir neçə adam deyin, gəlsin. Mən indi yəqin ki, mənim səmimiliyinə inanarsınız ki, mən buradakilərin hamısını yazardım o şeyə, o nədir, siyahıya yazardım. Ona görə istədiydi ki, Rasim Balayevlə bizim tanışdığımızın yarım əsr olmağına az qalıbdı. Bəli. Çoxdan tanışıq. Və o tanışdıq ikimizin müəyyənləşdirilmiş sxemlə inkişaf eləyibdi. Sxem də belədir, mərhələ də belədir. Tanış, yaxın tanış, çox yaxın tanış, dostluq, ailə dostluğu. Belə bir sxem özümüz aramızda düzəltmişdik ki, yalnız bu mərhələ ilə, bu sxemlə gedib dost olmaq olar. İndi Allahın köməyindən o sxemi biz, sən bəyək dedik, pra-adalet dedin, belə bir söz. Onu biz deməli şeylədik. İndi siz danışandan sonra mən nə danışa bilərəm? Mənlə olan epizodlar qismən fərqlidir də. Rasimlə bizim aramızda olan o təəssüratlar, nə Maraqlıdır, bilmən buyurun, hadisələr danışın. qismən ola bilsin, bəziləri heç burada deyiləsi deyil, misal üçün. Məsələ burasındadır ki, mən o orta statistik müşahidəçi kimi, seyirci kimi, nə bilim mən, çox yüksək qiymətləndirirəm Rasimin sənətini. Daha doğrusu mən vurğunam onun sənətinə və bizim elə tanışdığımız da bu zəmində başlayıb ki, ondan sonra keçib hadisəyə. Bayaqları Ramiz müəllim deyəndə, Ramiz müəllim deyəsən məni yadına salanmadı. Məsələ orasındadır ki, bu bir gözəl söz dediniz, mənim yadıma bir şey düşdü. Bu Jules Verne'in bir sözü var, bir kəlamı var. Rasim Balayevin inkişafı, mərhələləri, ondan sonra uğurları, onun o kəlamıyla çox uzlaşır. Jules Verne deyir ki, alimlər, elm adamları, deməli, damla-damla, ondan sonra tədricən parlayırlar. Ancaq sənət adamları birdən parlayırlar, birdən bir ani olaraq parlayırlar. Doğrudan da bayaqları qeyd olundu ki, Nəsimi rolundan sonra necə parlamamaq olar? Bu kifayət idi ki, doğrudan da şey olsun. Rasim Balayevi hamı sevir. Hətta mən indi başqa ölkələrdə olanda da o filmlərə baxanların hamısı sevir, tək Azərbaycan yox da. Bundan da böyük xoşbəxtlik mən hesab edirəm ki, ola bilməz də. Xalq sevgisindən böyük nə ola bilər ki? Bu hər adama kifayət edir. En büyük mükafat millət sevgisidir. Məncə çox qısa 2 epizod deyim də mən şahid olduğum. Biz Rasimlə biz çox sevirik rayonlara getməyi, o cümlədən onların da rayonuna, bizim də rayona. Mənim rayonum Şəmkir rayonudur. Bir də biz gedəndə uzun illər bundan əvvəl, gedəndə orada xahiş elədilər, o arzu ilə böyük, möhtəşəm bir görüş oldu Rasim Balayevlə. Mən indi üstündən 30 il keçməyinə, 30 ildən də çox keçməyinə baxmayaraq, hər dəfə Şəmkirə gedəndə düşürlər üstümə balacalı, böyüklü, hamısı sürür ki, necədir, nə var, nə yox, keyfi zadı, filan, feyzbəkar. Yəqin o böyüklər də yada salırlar o verilişi, o görüşü, o möhtəşəm görüşü. Yəqin böyüklər də balacalara deyiblər, hamısı bilir. Bir də 1-2 il bundan qabaq Bakı Dövlət Universitetində görüş oldu. O görüşdən sonra mən nə hiss elədim? İndi mən uzun illərdir orada işləməyimə baxmıram, tələbələrimi hamısı gördüm, mənə münasibətləri müsbət istiqamətdə xeyli, çoxa böyüdür. Yəni, sən demə, müəllimimiz Rasim Balayevlə dost duymuş. Yəni, fikir verir, 50 ildir bunlara dərs deyirəm. O hamısı qalıb qıraqdan, Rasim Balayevdən dostluğu məndən ötəri. Bu dəqiqə də hər biz zarafatla soruşub eləyirlər. Az vacib olmayan insani xüsusiyyətlərdir. Rasimin insani xüsusiyyətlərdir. Bəxtlər baba müəllim çox düz vurğuladı. İdeal heç nə yoxdur. Bunu hamı bilir. Nə heç nə, nə heç kim ideal deyil. Çünki ideal sözü onu təkzib eləyir də. İdeal o demək ki, mümkün olmayan şeydir. Lakin ideallığa yaxınlaşma var. Və bu yaxınlaşma dərəcəsi ilə xarakteriz olunur da. Rasim Balayev
Bax, o yaxınlaşma dərəcələri çox yüksək olan nadir insanlardandır. Bu dediklərimin təsdiqi üçün bu sadədir. Bəli. Bayaq da qeyd olundu. Ancaq eyni zamanda məğrurdur. Təvazökardır, baxmayaraq heç nəyə. Ədalətlidir, vətənpərvərdir, mərhəmətlidir, həm də cəsarətlidir. Bunların hamısı bunda toplanıbdır. Mən bunu elə belə kitabdan oxuyub demirəm. Bunların hamısını mən sinəmdə, canımda görmüşəm, deyirəm. Gözəl ailəsi var. Bu böyük şeydir. Özünüz bilirsiniz ki, ailə cəmiyyətin, xalqın struktur vahididir. Ondan formalaşır cəmiyyət də, xalq da, hər şey. Ona görə də ailələrin çoxluğu, yaxşı ailələrin çoxluğu böyük şeydir. Gözəl balaları var. Və orasını da qeyd edeyim ki, Rasimin uğurlarında Sevil xanımın rolu az deyil, onun payı az deyil. Ne gözəl, alqışlarımız. Allah xoşbəxt Çox sağ olun eləsin. Eldar müəllim. Bizim indi daha bir qonağımız gələcək. Bu Rasim müəllimin sevdiyi səslərdən biridir və biz ona görə mütləq bu xanımı bugün verilişimizdə görməyi lazım bildik. Bu Respublikanın əməkdar artisti, hamımızın sevimli bir səsidir. Elnarə Abdullayevanı gəlin alqışlarla dəvət eləyək. Gözəl ifası ilə buyursun. Elnarə Abdullayeva. Çok sağ olun Elnarə Çok sağ olun Hanım. Elnarə xanım. Çok Hoş sağ olun. gelmişsiniz.
Çox sağ olun. Rasim müəllimin sevdiyi səssiz. Valla çox sağ olun, çox sağ olun. Bu boyda dahi sənətkarlar valla elə bir məkandır, elə bir abu havadır ki, insan tamamilə başqa bir dünyaya düşür. Və mən buradakı bütün dahi sənətkarlarımızı salamlayır və bağrıma basıram. Nə yaxşı ki varsınız, nə yaxşı ki varsınız, nə yaxşı ki Azərbaycan mədəniyyətində varsınız. Və bizimsiz. Və mən Rasim müəllim Azərbaycan mədəniyyətinə və incəsənətinə Allah Taala bir hədiyyə elədi, o da Rasim Balayev oldu. Və Azərbaycan mədəniyyətində, kino mədəniyyətində hansı adı çəkirsənsə çək və Rasim müəllimin adı çəkilir və o adın önündə nə zaman nə ad çəkirsənsə bir dahi adı var. Rasim müəllim, bilirsiniz ki, sizin adınızın qarşısında böyük bir yazılarla dahi adı var. Onu bilirsiniz heç siz. Siz bilirsiniz ki, nə böyük hədiyyəsiz bizlər üçün, Azərbaycan mədəniyyəti üçün və Azərbaycan mədəniyyətinə sizi bəxş eləyən Allaha qurban olum. Nə yaxşı ki varsınız. Nə yaxşı ki bizə qismət eləyib Allah sizləri. Və inanın, mən bilirəm ki, təbiidir ki, yetərincə qiymətiniz, qədəriniz var. Amma elə bilirəm ki, mən Azərbaycanda yox, məsələn də, götürək ki, Amerikada doğulsaydınız, siz tamamilə başqa bir dünyada olardınız. Mən onu bilirəm. Elə bilirəm ki, dünyanı, başqa cür dünyanı fəth eləyərdiniz və bəlkə də gedib kosmosda hansısa bir, necə deyərlər, məkanı fəth eləyərdiniz. Çünki sizdə o boyda potensial var. Mən bilmirəm sizi necə vəsf eləyim, amma onu belə vəsf eləyə bilərəm ki, nə yaxşı ki, Allah sizi bizə hədiyyə eləyib. Çox sağ olun, Elnarə xanım. O qədər ürəyimdə sözlər var Rasim müəllimə qarşı, amma bilmirəm necə büruzə verim, necə deyim, amma onu deyirəm ki, Rasim müəllim, sizin qarşınızda biz baş əyirik. Çox sağ olun. Çox sağ olun. Elnarə Abdullayeva, əməkdar artist, təşəkkür edirik sizə. Minnətdarıq, çox sağ olun. Gözəl gününüz mübarək olsun. Çox sağ Sağ olun, olun. Elnarə xanım, çox sağ olun. Və Beləcə, əziz qonaqlar, bax, o qədər xoş dəqiqələr zaman keçirtdik ki, gəlib artıq verilişin sonuna sonuna çatmışıq. gəlib çatdıq. Yox ha. Bəli. Ay, Rasim Rasim müəllim, sonda sözünüz varmı? Dostlarıma təşəkkür edirəm ki, vaxtlarını ayırıblar. Dəqiqən ola bilər, kiminsə işi var, hamısını atıb gəliblər. Çox sağ olun. Mənim haqqımda bu gözəl sözlər danışıldı. Çox şükür ki, mən elə əvvəldən, lap gənclikdən belə tərif, düz deyək, tərifdən hamının xoşu gəlir. Amma çox şükürlər olsun ki, mən tərifdən yoluma azmamışam. Yəni, tərif mənim üçün məsuliyyət olub. Yəni, tərif olduqca adam özün normal adam özün daha məsuliyyətli hiss eləyir. Amma bəzi adamlar bir də görsən tərifdən yolun çaşır, nə bilim şeylər. Amma çox şükür ki, Allah və bütün mən belə bir kino lenti kimi həyatımı bəzən gözdən keçirdirəm və görürəm ki, o qədər yerlərdə mən məsələn bir neçə dəfə qəzaya uğramışam, avtomobil qəzasına da. Sonra müəyyən xəstəliklər olub zat. Deməli, bunların bütün bu neyməti mənim yaranışımdan tutmuş, daha bugünkü günə qədər bu Allahın mənə qarşı hədiyyəsidir, məhəbbətidir. Ona görə mən, məsələn, o varlığımı, təsəvvür eləyin ki, mən bugün gəlirəm sənətə. Mən o nəsimi, bu günlər heç nə çəkilmir axı. Yəni, mən neyini yəqin ki, gedib belə sədərəkdə bir alverç olardım, məsələn. Valla, o faktura ilə. Amma Hələ ola bilseydi. o da mən buraxsaydılar ora. O da buraxsaydılar. Dediyim odur ki, bütün bu uğurları mən Allahla bağlayıram. Allaha qurban olum və hamıya Allahdan can sağlığı arzulayıram. Mənim dostlarımı bir daha öpürəm, bağrıma basıram. Sağ olun. Mən arzu eləyirəm ki, Allah bizə ömür versin. Biz bir-birimizin də düzdür, xeyir işlərində
iştirak eləmişik. Bundan sonra gözəl yubileylərində və xeyir işlərində iştirak eləyirik. Amin, amin. Çok sağ olun. Bəli. O sual cavabsız qalmışdı. Mən o sualı demək istəyirəm. Çox yaxşı, çox zarafatçı söhbətlərimiz olub. Amma deməli, iki sənət var. İki sənət sahibləri haqqında ancaq. Deyirlər filankəs şair, şeir yazmaya. Deyirlər filankəs artist, amma artistlik olur, o heç bir tiyatro işləmir. Yəni şairdir, yəni belə hərdən xəyaldır, fantaziyasıyla yaşayan adamdır. Yəni o qədər də etibarlı adam deyil. Artistdir, yəni roldan rola girəndir, cirdən cirdə girəndir. Yəni bu gün belə elə savurlar. Yəni etibarlı adam deyil. Yəni hər ikisində bu iki sənətə belə bir orada belə bir Cizgi keçir. Cizgi keçir də bunu. Yəni orada bir yumorla deyilir. Ona görə mən elə bilirəm ki, Rasimlə bizim ikimizin həyatımız odur ki, biz şairin və aktyorun etibarlı adam ola bilər. Bunu sübut eləmək istəmişim. Rasim çox etibarlı dostdur, yəni Rasim. Yəni etibarlı dost odur ki, onu hər gün görməyə ehtiyac yoxdur. Amma bilirsən ki, o harada ayrılmışsansa oradadır. O səni, yəni, mən Rasim içində biz həmişə eləyik, yəni bizim dostluğumuz budur. Və mən deməli, bayaq Rasimin mən çox xoşdur ki, Rasimin bu bacarıqları da görüldü. Mən Rasim haqqında bir dəfə dediyim, onun haqqında demişəm aktyor kimi, özdə aktyorların içində demişəm çoxdan. Demişəm, təsəvvür edin ki, yağış yağır ekranda. Ekranda yağış yağır. Bu bircə aktyora aid olan keyfiyyət. Və birdən kadr arxasından bir səs gəlir ki, deyəsən yaman yağış yağır. Ya deyəsən, bir aş görsən kəsəcək. Bir dənə cümlə deyir. Dedim, o bir cümlə ilə ekranda bilirsən ki, bu adam yaxşı adamdır, ya pis adamdır. Bu adam ciddi adamdır, ya avar adamdır. Onun hamısını bir cümləyə Rasim yükləyə bilər bütün informasiyanı. Rasimin aktyor kimi gözəlliyi və böyüklüyü odur Rasim. Öpürük səni. Çok sağ olun. Çok sağ olun. Güzel Çok sonlu sağ oldu olun. aslında. Hörmətli tamaşaçılar, bugün biz milli kinomuzun əfsanəsi Rasim Balayevin dostları ilə birlikdə onun görünən və daha çox görünməyən tərəfləri haqqında danışdıq. Elə Ramiz Rövşənin təbiri ilə desək, tozunu silib bərq vuran işığını azadlığa çıxartmaya çalışdıq və verişimizin sonuna gəldik. Necə ki, Rasim müəllim özü həyatda və ekranda fərqli bir simadır, şəxsiyyətdir. Baxın, onun ətrafında danışdıqlarımız, söhbətlərimiz, verilişi də çox başqa oldu. Rasim Balayev hər zaman yaşayacaq. Nə qədər Azərbaycan kinosu, Azərbaycan tamaşaçısı, bu xalqımız, əzəmətli millətimiz varsa, ayaqdadırsa deməli Rasim Balayev var, ayaqdadır və gəlin ən sonda hamılıqla böyük sənətkarın sənətini elə ayaqda alqışlayaq və verilişi bu cür bitirəydik.